Bugün kinoterapiya qrupunun ənənəsini pozaraq pre-analiz deyil, post-analiz etmək fikrindəyəm. Çünki artıq 83-cü sessiya baş tutdu və Dəli Kür filmi 1969-cu ildə Azərbaycan kinostudiyasının çəkdiyi Dəli Kür filmi müzakirə olundu. Bu analizə bir nöqtə vurmaq istəyirəm. Beləliklə Dəli Kür filmi çox sevilən, tanınmış və Novruz bayramı ərəfəsinə düşdü bunun müzakirəsi. Bu xüsusilə belə nəzərdə tutulmamışdı, amma belə oldu. Və mən xatırlayıram ki, həmişə Azərbaycan televiziyasında Dəli Kür filmi Novruz bayramı ərəfəsində, Novruz bayramında nümayiş etdirilirdi. Çünki bu filmdə bu Novruz bayramı ilə bağlı adət-ənənələr çox gözəl şəkildə təqdim olunur. Düzdür, onlar orada biraz müsəlman adət-ənənələri kimi təqdim olunur, amma bunun İslama heç bir aidiyyəti yoxdur. Bu ənənələr sırf Novruz bayramı ilə bağlı milli adət-ənənələrdir və İslamla heç bir bağlantısı yoxdur. Hətta İslama zidd olan orada ənənələr tapmaq olar. Amma bizim müzakirəmiz bu deyil. Əlbəttə ki, nə analizin, kino analizin mövzusu bu deyildi. Əlbəttə ki, bu haqda fikirlər də səsləndi analizdə. Amma bizim əsas məqsədimiz obrazların və hadisələrin psixoloji analizidir. Və əlbəttə ki, Dəli Kür filminin bəzi məqamlarına toxunmaq istəyərdim mən. Xüsusilə də başlanğıcda, filmin başlanğıcında o yuxarıdan görüntü çox gözəl təəssürat verir insana və filmin çox dərin mənası olduğunu bizə çatdırır. Və baxın, film Dəli Kür adlanır, amma filmin başlanğıcında səslənən o möhtəşəm musiqi, ecazkar musiqi və o mənalı sözlər, ana kür, nazənin kür, gözəl kür, amma Dəli Kür. Baxın, filmin adı nə nazənin kür deyil, nə ana kür deyil, nə gözəl kür deyil. Filmin adı məhz Dəli Kürdür. Və Dəli Kür deyərkən ağlımıza ilk gələn obraz kimdir? Əlbəttə ki, Cahandar Ağa obrazıdır. Və bugün biz Cahandar Ağa obrazı haqqında danışacağıq ki, filmin analizində də ən çox danışdığımız, müzakirə etdiyimiz Cahandar Ağa obrazı oldu. Bir gün bir nəfər məndən soruşdu ki, Dəli Kür filmindəki Cahandar Ağa narsistdir ya yox? Mən videolardan birində qeyd etmişdim ki, bizim cəmiyyətdə narsistdən başqa xarakter tipi tanınmır. Bu da təsadüfi deyil, çünki narsist haqqında çox danışılır və narsist haqqında çox məlumat var cəmiyyətdə. Amma bununla yanaşı narsistin gerçək əsas xarakterinin əsas elementini çox adam bilmir. Və əgər biz o elementi səsləndirsək, siz özünüzdə görəcəksiniz ki, Cahandar Ağada belə bir şey yoxdur. Narsisti digər xarakter tiplərindən seçən odur ki, narsistin bir özünü yüksəltməsi var, özünü dünyanın göbəyi hesab etməsi var, bir tərəfdən də özünü heç nə hesab etməsi var. Yəni bu iki qütb, ikisi də eyni zamanda narsistdə var. Ki biz Cahandar Ağada belə bir şeyi qətiyyən görmürük. Cahandar Ağa əsla narsist xarakter tipinə malik olmayan bir obrazdır. Yaxşı, bəs Cahandar Ağa hansı xarakter tipinə malikdir? Gəlin bu haqda danışaq. Gəlin elə filmin başından başlayaq. Film qaçırılma səhnəsi ilə başlayır. Və biz görürük ki, Cahandar Ağa başqasının zövcəsini qaçırdır. Və bu səhnə bizdə heç də müsbət hisslər doğurmur. Birincisi, bax, biz bu gündən müqayisə etsək, qaçırılma bir cinayətdir. Cinayət tərkibli bir davranışdır. O zaman da bu xoş qarşılanan bir şey olmayıb. Düzdür, qaçırılma adəti var. Və bu qaçırılma adəti Qafqazda həmişə olub, Şərqdə olub, hər halda Qafqazda olub. İndi də var, bəlkə də olacaq, bilmirəm. Yəni bu asılıdır qanunun aliliyindən. Qanun nə dərəcədə bu qaçırılma hadisəsinə kəskin radikal münasibət göstərirsə,
bir o qədər də bu hadisənin qarşısını almaq mümkündür. O zaman bunun belə bir qayda qanun yox idi, belə bir qanun yox idi və bu qaçılma hadisələri tez-tez baş verirdi. Amma burada söhbət ondan gedir ki, Cahandar ağa başqasının zövcəsini qaçırdır. Yəni başqa bir şəxsin qanadı altında olan bir xanımı qaçırdır. Üstəlik də bu xanımın özü də yəni könüllü olaraq getmir. Onu zorla qaçırdılar və burada sanki Cahandar ağa bir quldur kimi davranır. Və onu demək lazımdır ki, Cahandar ağa obrazında bir çoxlarının yəni bəyənmədiyi, bir çoxlarının anlamadığı məqam məhz budur. Niyə görə? Bir kişiyə yaraşmaz ki, başqa birisinin zövcəsini qaçırsın. Burada biz təzad görürük. Baxın, necə ki, Dəli Kür, Ana Kür, Nazənin Kür, bütün bu obrazları, filmdə olan obrazları Dəli Kür içinə alır. Yəni bir dəlilik var, bir psixopatiya var. Biz indi görəcəyik ki, Cahandar ağa obrazı əslində, Cahandar ağa obrazının xarakteri tam da bir psixopatik xarakter tipinə uyğundur. Baxın, sağlam xarakter tipidir. Bu xəstəlik adı deyil. Bu haqda daha ətraflı məlumatı bundan öncəki müzakirə etdiyimiz film Arşın Mallan filminin preanalizində dinləyə bilərsiniz. Bunlar xəstəlik adına bənzəyir, amma bunlar xəstəlik deyil, bunlar xarakter, sağlam xarakter tiplərinin adlarıdır. Sadəcə bunların radikal forması bəli ona uyğun bir xəstəliklərin adına uyğundur. Amma Cahandar ağa əlbəttə ki, sağlam şəxsiyyətdir və amma xarakter tipi olaraq onun xarakteri psixopatik xarakter tipidir. Ki təmiz xarakter tipi, keçən dəfə dediyim kimi də tapmaq çox çətindir. Cahandar ağada da elədir, amma radikal olaraq, daha qabarıq olaraq, dominant olaraq psixopatik xarakter tipini biz görürük onda. Çünki psixopatik xarakter tipinə xas olan xüsusiyyətlər qabarıq ortaya çıxır. Elə bax, bu qaçılma hadisəsi də onu göstərir. Yəni, adam sözünü davranışı ilə göstərir. Adam sözünü aqressiyası ilə göstərir. Çünki qaçılma hadisəsi bir aqressiyadır. Başqasının ərazisinə, başqasının sərhədlərinə bir müdaxilədir. Cahandar ağanı biz daha çox sözlə deyil, fikrini, düşüncəsini, hisslərini silahla ifadə edən bir obraz kimi görürük. Silahla özünü ifadə edən bir insan şübhəsiz ki, psixopatik xarakter tipinə malik olan bir insandır. Lakin Cahandar ağa müsbət bir obrazdır. Yəni biz silah deyərkən ağlımıza həmişə quldur, cinayətkar ki, psixopatik xarakter tipinə xas aid olan şəxsiyyətlər, onlar məhz bax bu qruplara aid olurlar. Delikvent xarakter daşıyan hərəkətlər edirlər və bu cinayətkar tiplər ki var, bunlar psixopatik xarakter tipinə aid olurlar adətən. Amma biz Cahandar ağanı müsbət qəhrəman kimi görürük filmdə. Heç şübhəsiz ki, müsbət obrazlarda, müsbət hesab olunan şəxsiyyətlərdə, onlarda da psixopatik xarakter tipinə rast gəlmək olur. Və belə şəxsiyyətlər arasında yaxşı kəşfiyyatçılar olur, yaxşı bax bu quldurlarla mübarizə aparan şəxslər olur. Hətta onların hardasa bir incə, alicənab bir tərəfləri də var ki, Cahandar ağa obrazında biz bunu görürük. Bu müəyyən səhnələrdə o gənc qızın ona xoş xəbər gətirdiyində, mələyə olan münasibətində, sonra ailəni dağa yola salanda, yaylağa yola salanda orada ailəyə göstərdiyi qayğı. Amma bütövlükdə biz götürəndə onun heç bir şəxsə emosional bağlılığı yoxdur. Adam gözünü qırpmadan öz bacısını hər nə səbəbdən olursa olsun kürdə boğur. Gözünü qırpmadan. Son anda biz onun düzdür məyus olduğunu görürük, amma bu o qədər də çox çəkmir. Bu da psixopatik xarakter tipinə xas olan bir xüsusiyyətdir.
Psixopat xarakter tipinə malik olan insanları digərlərinin fikri maraqlandırmır. O heç bir qrupa qarışmır və özünü ağa, özünü idarəçi, başqasının manipulyasiya etmək meyli olur. Söz və yaxud dedim, söz söyləmək onlara xas deyil. Onlar davranışlarıyla, aqressiv davranışlarıyla, silahla daha çox öz sözlərini deməyə meyilli olan olurlar. Söz isə söz söyləmək onlar üçün başqalarını idarə etmək, başqalarını manipulyasiya etmək məqsədi daşıyır. Ki, burada da biz istər o dırnaqarası mollalarla ünsiyyətdə, istər öz ailəsi ilə ünsiyyətdə, istər digərləri ilə, o rəsmi şəxslərlə, jandarmla, qaravulla, Qori seminariyasının rəhbəri ilə, yəni onların hamısına sanki öz yerini göstərir, öz yerini bildirir ki, bu psixopatik xarakter tipinə xas olan bir xüsusiyyətdir və mən hələ ölməmişəm deyə buranın ağası mənəm, mən hələ ölməmişəm. Düşünürəm ki, Cahandar ağa bu sözü deyərkən ölüm haqqında çox az düşünür. Çünki o gözünü qırpmadan öldürür. Bu səbəbdən bu obraz sonda ölməli idi. Tək bu səbəbdən deyil, əlbəttə ki, orada simvolik olaraq bir quruluşun bitməsi və digər bir quruluşun başlanğıcı olmalıdır və o köhnə qəhrəman, o köhnə quruluşun nümayəndəsi, ağası orada öldürülməli idi, ölməli idi. Və yeni ağa, yəni onun oğlu, davamçısı o tipdə olmamalı idi. Yeni tipdə, yeni baxışda inqilabçı, yeni quruluşçu və tam ona zidd olan bir xarakter kimi ortaya çıxmalı idi. Biz Cahandar ağanın psixopatik xarakter tipinə malik olmasını elə ailəsi ilə münasibətində də görürük. Mələyin üzərinə gəldikdə oğlu orada ateş açıb daxil olanda, bax o səhnəni xatırlayırsınız, orada hər kəs qorxu içərisindədir. Əcəba, yəni Cahandar ağadan oğluna da nəsə bir şey eləyəcəyi gözlənilə bilərdi. Çünki adam gözlənilməz bir adamdır. O gözlənilməz bir hərəkət etməyə qadir olan bir şəxsdir. Psixopatik xarakter tipindədir. Gözlənilməz bir şeylər edə bilir bu insanlar. Və Qori seminariyasında direktorun kabinetində oğluna səslənməsi xatırlayırsınızsa, bu nə görkəmdə, belə kobudcasına, uşaqları burada yaxşı tərbiyə etmirsiniz, bir iradda tutur direktora. Amma oğlan da Cahandar ağanın oğludur. Nə qədər də risk edib ona cavab qaytara bilməsə də, ona öz mövqeyini bildirə bilməsə də, axın onu aparır. Yəni yeni axın, yeni dövr ona daha çox güc verir. Yəni o mühit, onun ailədən ayrılıb getdikdən sonra daha çox o oğlan özgüvən qazanır və öz fikrini atasına bildirir. Ata bağışla, mən getməliyəm. Və burada artıq Cahandar ağa hiss edir, amma yenə də hissləri tam, bax bu xarakter tipinə xas olan bir şey var. Emosional sferası onun tam formalaşmayıb. Və biz bunu onun həm üzündəki mimikalardan görürük, üzdə yalnız qəzəbdir. Sevinəndə də biz onun üzündə o sevinci görmürük. Qəzəbli bir üz mimikası var və emosional tərəfində bir yetişməzlik var. Ümumiyyətlə, psixopatik xarakter tipi digər xarakter tiplərinə nisbətən daha aşağı mərtəbədə olduğu hesab olunur. Çünki emosional olaraq tam yetişməyib, şəxsiyyət olaraq tam yetişməyib. Bu biraz qəribə gələ bilər sizə, deyə bilərsiniz ki, axı Cahandar ağa bir şəxsiyyətdir orada. Yəni, ədəbi bir qəhrəman kimi biz onu elə görə bilərik, amma psixoloji baxımdan deyil. İnsan o zaman emosional olaraq yetişkin hesab olunur ki, o öz hisslərini, öz fikirlərini sözlə ifadə edə bilir. Çünki insana xas olan ən yüksək
ifadə forması nitqlədir. Nitqlə ifadə formasıdır və yaxud da hər hansı bir incəsənət əsəri formasında ifadə etməsidir. Amma silahla, zorbayla, aqressivliklə özünü ifadə etmək bu yüksək ifadə forması hesab oluna bilməz. Və ona görə də bu xarakter tipi digər xarakter tiplərinə nisbətən daha aşağı rangda, daha aşağı mərtəbədə olduğu hesab edilir. Film qəhrəmanın ölümü ilə bitir və bu özünü güclü hesab edən, əli hər şeyə yetən, hər şeyin öhdəsindən gələ bilən, quşu göydə gözündən vuran bu obraz sonda ölür. Və belə xarakter tipləri yalnız ölüm anında gücsüz olduğunu hiss edirlər. Yəni ondan qabaq bax güclü olduqlarını düşünürlər ki, bu da onların şəxsiyyət olaraq o qədər də dərin, o qədər də kamil bir mərtəbəyə çatmadıqlarını göstərir. Bu qədər bəlkə də gözlənilməz oldu, amma psixoloji baxımdan Cahandar ağanın xarakter tipi belə bir psixopatik xarakter tipinə uyğundur. Əlbəttə ki, başqa bir orada qatqılar da var, başqa xarakter tiplərinin də iştirakı var. Bu da təbiidir, çünki hər bir insanda, hər bir şəxsiyyətdə bu xarakterlərin hamısı olmalıdır. Təbii ki, orada narsist tərəfi də var, hamıda olduğu kimi bizim hamımızda o narsist tərəfimiz var. Amma hansı xarakter tipi dominant olaraq önə çıxırsa, o da bizim xarakterimizi müəyyən edir. İndi bir çoxlarında simpatiya oyadır Cahandar ağa obrazı. Filmin sonu haqqında da, onun o çəkilişi haqqında da, o çətinliklər haqqında da bizim indi xəbərimiz var. Əlbəttə ki, o sonda kimin tərəfindən öldürülür, onu necə rejissor məcbur olur, dəyişir o səhnəni. Bunları da bilirik. Amma bir torpaq qorucusu kimi, vətən qoruyucusu kimi, vətənin ağası kimi, belə deyək, o obraza simpatiya duyan insanlar var. Bəzilərinə bu qoçaqlıq kimi görsənə bilər, qapını təpiklə açması, davada yaxşı sərras atıcı olması, qoçaq olması, mərd olması. Bu xüsusiyyətlər əlbəttə ki, izləyicidə Cahandar ağa obrazına qarşı müsbət hisslər oyada bilir. Amma bunun tam əksi olaraq insanlar var ki, onlarda nə kişilik, nə mərdlik, nə qeyrət, heç bir şey görmürük biz bu obrazda deyə bilirlər. Unutmayaq ki, bizim də bax belə kiməsə qarşı müsbət və yaxud mənfi münasibətimiz bizim öz xarakter tipimizdən asılıdır, özümüzün vaxtilə yaşadığımız travmalardan asılıdır.